O qardaşlar ki, özü ilə mübarizə aparır, amma ortada Allah yoxdur, orada o nəfs dinc dayanmayacaq. Çünki bu mübarizə şirin olmur, acı olur, acılıq yığılır, birdən-birə partlayır, haradasa partlayır. İmam Rıza Aleyhisselamdan məsələn belə bir hədis var, deyir, biri nəfsi ilə mübarizə aparır məqam sevgisinə görə. İstəyir cəmatın içində məqamı olsun, hə? Axı məqamı olan özü biraz yığışdırmalıdır da, hə? Hər işdə dinləsə hörmət olunmayacaq. Məqama görə deyib, biri nəfsi ilə mübarizə aparırsa, İmam Rıza ona lənət oxuyur. İmam Rıza ona lənət oxuyur. Rəhmət imam ona lənət oxuyur. Özünün nədənsə məhrum eləyir bir vəzifəyə görə. Nə qədər ləzzətləri özünə, indi sabah ona yiyələndi, gəl gör bu nə oyun çıxardacaq. Nə oyun çıxardacaq. Amma Allaha görə, Allahla bir yerdə nəfsi ilə mübarizə apardıqca Allah sığal çəkir, Allah nəvaziş eləyir. Allah buyurur ki, kim mənə görə özünə hardasa yox desə, əvəzində məhəbbətimi verərəm. Ondan artıq keyf verərəm, qəzəb qalmaz içində. Amma Allah olmayanda heç nə almıraq əvəzində mübarizənin. Ona görə acı olur. Bu adam heç vaxt əsəbi olmaz. Nəfsinə mübarizə aparıb əsəb adamlar görmüşəm. Buna bax, özünü sıxır, dişini qıcıyır. Bu belə mübarizə olmur. Heyf ki də mənim dindaram da, mənim düşərdin əvvəlki vaxtıma, güyəndi məsələn bu dünyada, hamı da keçmişdə axı güclü olub, dağıdıb dünyanı. Din bunun qabağını alıb bu saat, yoxsa ki din olmasaydı bu vurub yıxacaqdı. Hamının keçmişi danışanda deyim, mən bilirsən nə olub, heç nə olmayıb. Deyirsən də cavanlığın olub, heç bir cavanlığı da olmayıb, vaxtların olub. Belə adamlar ki, özünü, dişini qızır, bu mübarizə yolu deyil. Allah deyir ki, sən bir şeydən keç, amma mənimlə bir yerdə. Əvəzini boş qoymayacam ki, sən dişini qızıyasan. Mən sənə öz məhəbbətimdən daddıracam, xeyirli müamilə edəcəksən. Aram olacaqsan, ləzzət içində olacaqsan. Allaha görə mübarizə aparasan nəfsindən. Allaha görə nə deməkdir? Allah soruşur, mənə görə nə deməkdir? Sən daha ləzzətlisən ilahi. Ona görə istəyirəm ki, səndən ləzzət alım. Sən hardan bildin mən ləzzətliyəm? Təcrübə eləməmişəm, inanmışam, özün demişsən, Peyğəmbərin deyib. Əvvəl gərək inanasan, birinci gündən sənə ləzzət vermirlər. İnanasan ki, Allah ləzzətlidir, inanasan. Və o inandığın ləzzətə görə nağd ləzzətdən keçəsən, onda görəcəksən ki, yavaş-yavaş bu inandığın başlayır özünü aşkar eləməyə. Təqvalı adam kimdir? Hey nəfsi ilə davadadır. Nə istəyirsən, vermirəm. Nə istəyirsən, vermirəm. Bu təqvalı adamın şuarıdır. Bütün günün sual budur. Nəfs nə istəyirsən, vermirəm. Bu da elə bilir ki, sən soruşursan ki, nə istəyirsən, verim. Deyir, mən onun üçün öyrənirəm ki, istədiyimi verməyim. Və gözü də Allahdadır bu prosesdə. Gözü də Allahdadır. Allaha görə vermirəm. Çünki Allah məni istəyir. Mən də onu istəyirəm. Ortada bir dənə maniyə sənsən. Ortada bir dənə maniyə sənsən, aramıza girmirsən Allahla mənim. Çəkil aramızdan. Çəkilmək üçün gərək vurasan onu, başa düşürsünüz? Allah tanımanın yolu budur. Aradan çəkilsin. Mən sənə qulaq asdıqca hər an Allahdan uzaq düşürəm. Bir dənə diqqət eləyin, nəfsə bir dənə qulaq asın, hər an nəsə istəyir. Üzr istəyirəm, üzdü uşaqlar olur. Ümumiyyətlə uşaqlar, üstsüz uşaqda bu xüsusiyyət var. Ondan al, bundan al, deyirsən olmaz, bir dənə başqa şey istəyir. Filan şey al, filan şey al. Gündə 100 dəfə adama zəng eləyir, nəsə istəyir. Məsələn, uşağın xüsusiyyəti budur. Nəfs belə bir şeydir. Harada nəfs nəsə istəyirsə, bir Allah əksini istəyir. Meyyar deyirəm sizə. Bir Allah əksini istəyir. Harada nəfsin istəyi var, Allah əksini istəyir. İstədiyini vermə ona, Allah özünü sənə versin. Bunlar şuar deyil. Şuarlardan bezib cəmaat. Cəmaata mən praktiki yol kimi bunu təqdim edirəm. Məsələn, mənim kimisinə deyə bilər ki, nəfs. Deyə bilər ki, bu din xadimisən, ruhanisən, ruhaniliyindən əl çək. Mənim qulağıma belə. Başın dinc olsun da. Çünki mən buradan çıxım, bu işdən əl çəkim, nə qədər adamlar var, sakitləşəcəklər. Da qutardı da nə vardı? Nə qədər ki, yazırlar, filan maşında gəzir, filan. Yazırlar da dolu. Bunların hamısı sakitləşəcəkdir, daha nəyələrinə lazımdır? Min də adam mincə maşında gəzir, nə problemləri var ki? Onda sakitləşəcəklər, hə? Mən ona desəm ki, yox, Allah məndən bunu istəyir filan, hə?
mən bu işdə davam eləyəcəm. Onda nəfs nə deyir adama? Nəfs deyir ki, amma bir dəstə adam da var, ruhaniliyyə görə hörmət eləyir. Qəşəngdir. Girirsən məscidə, məsələn, sənə ehtiram eləyirlər. Və belə bir mənfur bir varlıqdır. Bunu eləyirsən, buna bir dənə şey istəyi tapır. Başın dinc olsun, nəfs onu istəyir axı, dinc olsun, çəkil bu işdən. Getmirsən, deyir ki, hə, o yaxşıdır. Bir dəstə sənə müxalifdirsə, bir dəstə də sənə təyid eləyir, təsdiq eləyir, sənə ayaqva durur. Belə. Bu proses nə vaxtacan davam edir? Can bədəndən çıxana can əl çəkmir. Can bədəndən çıxana qədər əl çəkmir. Hamımızın da öz-özə uyğun. İndi mən özümü misal çəkdim, siz də öz-özə uyğun tapa bilərsiniz bu şeyləri. Hər addım başı yox deyəsən gərək ona. Hər addım başı. Axırıncı sözüm. Necə başlayaq bu işi? Birdən-birə çətindir, hə? Axırıncı sözüm bu praktiki tərəfinə gələk. 2-3 cümlədə. Necə başlayaq bu işi? Bunu bundan başlayaq. Əvvəl deməyək vermirəm. Deyək nəfsə ki, sonra. Biraz deyəm. Biraz heç olmasa təxirə salın. Deyirlər, hələ tələsmə. Sonra verərəm. Necə ki, Allah da belə eləyir. Allah bəzən bir şeyi bizə vermir. Görür ki, çox əldən ayaqdan gedir. Saxlayır. O qazımız yatır, istəyimiz sönür, ondan sonra verir. Özü bəzən gezişdirir ki, sən özündə deyilsən. Özüə gəl, sonra verim. Özüə gəl biraz. Sonra verəndə biraz görürsən ki, artıq sönüb o istəyir. Sən də özüə belə denən. Deyirən ki, yaxşı ay nəfs istəyirsən, indi demirəm, yox deməyə gücüm çatmır da, biraz qorxuram səndən. Hə, deyirəm ki, deyən sonra verərəm. Bu sonra ilə başını allat biraz. Sonra ilə başını allat. Bu günah bir şeydirsə istədiyin, sonra nəfs sönəndə eləmə. Günah deyilsə, nəfsani müsbət bir istəkdirsə, sonra nəfsin istəyi sönəndə elə, eyb yoxdur. İstəyi sönəndən sonra demirəm ki, yaxşı şeylər eləmə. İstək sönəndən sonra eləyəndə ləzzətin daha çox olacaq, görərsiniz, bunu təcrübə edin. Ləzzətin daha çox olacaq. Bu bir. İkinci göstəriş deyim sizə, bu ilə də bitirim. İkinci göstəriş budur ki, deyin ki, məsələn, mən filan saatdan filan saata sən dediyi eləməyəcəm. Məsələn, saat, 3 saat, filan saatdan filan saata mən qeybət eləməyəcəm. Bundan başlayaq. 3 saat mən qeybət eləməyəcəm. Mən filan saatdan filan saata naməhrəmə baxmayacam cavanlar üçün xüsusən. Bundan başla. Bilirsiniz, Allah görəcək ki, sən bu... Görürsünüz, bir dənə diqqət eləyin, şeytan o qədər hərisdir, nəfs o qədər hərisdir, o 2 saat da əl çəkmir. O da deyək ki, yaşda bu 2 saatdan sonra gələrəm, yox. Sən ki, o 2 saatda o 1 saniyə razı deyil, sən istəyəvin ziddinə gedəsən. Allah da görəndə ki, sən 3 saat bunu elədin, lütf eləyir, sonra da keçirsən yavaş-yavaş. Saatla başlayın. Bir də təxirə salmaqla başlayın. Bu şəkildə nəfslə mübarizəni başlaya bilərsiniz. Bundan artıq danışmayayım. İkinci xütbənin də vaxtı ola bilər bir qədər çəksin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevsara fasalli li rabbika vanhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Günahlarımızın bağışlanmasına, dualarımızın, ibadətlərimizin, etdiyimiz itayətlərin qəbul olmasına, xanım Fatimə-i Zəhra salamullahu əleyhanın pak və müqəddəs olan ruhuna salavat deyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və salamu ala Resulillahil emin. Habibi ilahina və təbibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Və ala Aliyyin emiril müminin və ala Fatimetiz Zəhra və alal Hasan vəl Hüseyin və Ali ibn Hüseyin və Muhammed ibn Ali və Cafer ibn Muhammed və Musa ibn Cafer və Ali ibn Musa və Muhammed ibn Ali və Ali ibn Muhammed və Hasan ibn Ali və Hüccetil Qaimil Mehdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bir neçə dəqiqədə icazənizlə bu xütbədə həyat və ölüm mövzusuna toxunum.
bir qədər diqqət istəyirəm sizdən. Xahiş edirəm ki, nə qədər çox diqqət eləsəz, mənim işimi asanlaşdırırsınız və mən tez yekunlaşdırım, mövzunun üzərində dayanmayım. Həyat və ölüm mövzusuna toxunmaq istəyirəm. Quranda bunlar çox vaxt yanaşı çəkilir adları, həyat və ölüm. Məsələn, buyurur ki, Əlləzi xələqəl mavtə vəl həyat. Allah o kəsdir ki, ölümü və həyatı yaratdı. Maraqlıdır ki, ölümü də yaradır ha. Ölüm, sən demə, bir yaranmışdır. Ölüm yoxluq deyil. Yoxluğu yaratmazlar ki, ümumiyyətlə, yoxluq var olmur. Bunu yaddan saxlayın. Bir şey yox idi, sonra var olsun, belə şey yoxdur. Bunun bu fəlsəfi mövzudur, girmək istəmirəm. Heç də yoxluqdan xəlq olmur. Varlıq bəxş olunur. Dövriyyədə olan bir varlıqdır. Yoxluq var olmur. Nəysə, o söhbətə daxil olmaq istəmirəm. Ölümü varlıq kimi təqdim edir. Deyir, ölüm və həyatı yaratdı. Ölüm yoxluq deyil, yaranmışdır. Ölümü tanımaq üçün ilk növbədə həyatı tanımaq lazımdır. Ölüm həyatın mahiyyətidir. Ölüm həyatın mahiyyətidir. Həyat nədir? Bundan başlayasan ki, biləsən ölüm nədir? Gəlib Sakrata dedilər ki, ölüm nədir? Dedin, əvvəl də görüm necə yaşayırsan, ona uyğun sənə ölümü tərif edeyim. Ona uyğun ölümü tərif edeyim. Həyatda ən mühüm mövzulardan biri bu olmalıdır. Həyat nədir? Ana mövzulardan biri olmalıdır. Yenə də Sakratdan misal çəkim. Sakrat böyük filosofdur, özü də arifdir. Arifdir. Onların hər biri haqqında deyirlər, onlar peyğəmbərlərə bağlı olublar. O tip alimlər, hikmət sahibi olub. Sakrat deyir ki, düşüncəsiz həyatı yaşamağa dəyməz. Niyə yaşayıram sualına cavab tapmadan yaşamaqdansa ölüm yaxşıdır. Bu bir həkimin, müdrik insanın həyata baxışıdır. İnsan nədən başlamalıdır? Həyatın mənasını anlamaqdan. İnsanın birinci sualı özünə bu olmalı ki, həyat nə deməkdir? Və bu fəlsəfənin ən mühüm məsələlərindən biridir. Düşüncənin qapısıdır. Düşüncə bundan başlanır. Bundan başlayaq düşünməyə. Mən varam, bilirəm də varam, elə deyil. Niyə varam? Bu birinci sualdır. Birinci sual bundan başla. Mən varam, niyə varam axı? Nə üçün varam? Həyat nədir? Yemək, içmək, yatmaq. Bitkilər, heyvanlar yaşayır, düzdür? Bəli. Bitkilər, heyvanların yaşayışı nədir? Havadan nəfəs alsın, torpaqdan qidalansın. Budur da elə deyil. Bir ağaca su lazımdır, hava lazımdır, torpaq lazımdır. Vəssalam, yəni yaşayır. Ağac yaşayır. Heyvan yiyir, içir, nəsil artırır, yəni yaşayır. İnsan həyatı nədir? İnsan həyatının heyvanla müştərək cəhətidir bu. İnsan da buna ehtiyaclıdır. Münasib mühit olmalıdır, yemək, içmək, bunlar başa düşdük. İndi bu kifayətdirmi? Əlbəttə kifayət deyil. İnsan bununla qane olmalıdır mı? Həyat budur mu insan üçün? Əlbəttə ki, yox. İnsan həyatı üçün bu kifayət deyil. İnsan məna axtarır həyatına, düzdür? Hamı, kim olur olsun. Hamı məna axtarır. İnsan adlı varlıq həyatına məna verməsə yaşaya bilməz. Qalıb nə məna verəcəm, hamı məna verir. Hər kəs bir məna verib həyatına. Adamdan soruşsan, niyə yaşayırsan? Deyir, uşaqlarımı boya başa çatdırım, xoş. Bu, bunun mənasıdır həyatının. Biri sən deyirsən, niyə yaşayırsan? Deyir ki, məsələn, filan sahədə birinci şəxs olum, filan vəzifəyə sahib olum. Niyə yaşayırsan belə? Bu da bir mənadır. Birindən də soruş deyəcək ki, mən Allahla görüş üçün yaşayıram məsələn. Bu da bir mənadır. Hər kəs öz idrakına, dərkinə, agahlığına uyğun həyatına məna tapacaq. Birinin həyatının mənası vəzifəyə sahib olmaqdır. İbrahim Ədhəm eşitmişsiniz də yəqin. Özü bir vəliəhd kimi bir şeydir. Elə bil ki, məsələn, şah olacaq da bu, misal üçün. Ova gedib, ova, quş vurmağa, nəmlə. Ovlayan vaxt qulağına səs gəlir ki, buna deyilir ki, yaxşı, sən bunu ovladın, apardın, ətini pişirdin, kebab elədin, yedin, sonra
O bir dənə bu sual. Sonra. Sabah yenə də ovladın, yenə də yedin. Sonra. Sən bu dünyaya gəlmişsən ki, quşu kebab eləyib yiyəsən. Bu sual bunun beyninə. Deyirlər ki, bunu səs eşidir. Mənim də içdən gəlir o səs. Necə gəlir? Bu sual həyatını həll eləyir. Deyir, hə, vəssalam. Və çəkilir o şeylərdən. İrfana üst tutur. İndi baxın, onun adını verin, çıxacaq onun. Bəziləri ona sufi deyib, bəziləri nə deyib, amma hər halda mərifət sahibi olub. İrfan sahibi olub. Və bu səs vacib deyil, qeybdən gəlsin. Həmimizin içində bu səs var. Özünüzü utandırmaq istəyirsiniz. Bir şey üçün əl-ayaqdan çıxanda bir dəqiqə içdən səs gəlir. Hə, sonra adam utana bilər onda, o səs eşitsə. Görürsən, gözün bərəli və 5 manat xeyir var. Ha, orada deyilən yekə kişisən. Adam özünə sonra get qazan. Qazan artıqlamasını adam sevinir ki, mömin adam qazansın. Mən şəxsən sevinirəm. Çox sevinirəm. Neçə yerdə sevinirəm, bir də budur ki, görəndə ki, insan mənəviyyatı da var, imkanı da var. Çox gözəl bir şeydir. Çox gözəl bir şeydir. Bəzi adamlar var ki, öyle imkanlı adam görəndə qəzəblənir. Bu bolşevik təfəkkürü ilə yaşayır, elə bir mömindir. Bu bolşevikdir. Bu konkret o. Bunun məqsədi budur ki, hamı kasıb olsun. İndi o dövrdə yaşasaydı, partiyanın fəallarından olardı. İndi məscidin qabaq cərgəsində oturub. Amma həmən məntiqlə yaşayır. Ədalət deyir, paxıl adamdır, dindarlıqla. Amma din bunu demir. Din deyir ki, zəngin olsun, imanlı adam olsun. Amma bu sualla həmişə özünü yerində oturtsun. Desin ki, məna nədir? Mənası nədir? Mənası nədir? Mən yaşayıram ki, yiyeyim, bu klassik sualdır da, yiyirəm ki, yaşayayım. Bu məsələn, həmişə soruşurlar. Yaşayıram ki, yiyeyim, məsələn. Yaxşı, yaşadın, yedin, sonra yenə yiyeyim. Onu dedin də bildi. Onu dedin. Elə bir cavab deyil ki, təkrar olmasın. Təkrar olmasın. İnsan dünyaya nə üçün gəlir? Bunlar hamısı, bilirsiniz, 30 günlük söhbətdə bu cümlələrin hər biri. Vallahi. 30 günlük söhbətdir. Mən deyib keçirəm üstündən. İnsan nə üçün gəlib dünyaya? Agah olmaq üçün. Bilməyə gəlmişik. Axırda bizdən soruşacaqlar, nə öyrəndin həyatda? Bilmək bu mənada yox, eşitdim, bilmək. Hopturmaq canıva. Bildim, bütün vücudumla bildim. İnsan agah olmaq üçün gəlib. Birinci nədən agah olmalıdır insan? Mən əbədiyəm, həmişə var olacam. Bundan agah olmalıdır. Hardan bilirəm mən əbədiyəm? Çünki mən görürəm ki, mən bir şey istəyirəm. İstədiyimə çatan kimi deyirəm, yox, mən bunu istəmirəm. Dəhşətdir bu. İstədiyimə çatan kimi deyirəm, mən bunu istəmirəm. Min cür əziyyətlə adam var, bir şeye çatır. Sonra çatan kimi bir neçə gün sonra deyir, yox, bunu istəmirdim mən. Başqa şey istəyirdim. Deyirlər, bütün şairlərin gözəl əsərləri hicran məqamında yazılıb, vüsal məqamında yox. Bir şey istəyəndə yazılıb, çatanda yox. Qovuşanda yox. Qovuşdu sönür çünki. Qovuşdusa şeir yazmaq zövqü itir insanın içində. Bir şeye çətinliklə adam çatır, adiləşir adam üçün. Yox, mən başqa şey istəyirəm. Hey, hərəkət eləmək istəyir, başqa şeyə tərəf. Olub sizdəki istəklərinizə gülmüsünüz, mən gülmüşəm. Adam indi, məsələn, 10 il bundan qabaqki, 20 il bundan qabaqki istəklərinə gülür. Din bilirsiniz nə deyir? Deyir, elə istəklərsiz, çünki zaman keçdikcə gülməyəsiniz onlara. Gülürsən, uşağa deyir ki, buna bax, maşınıma bax, filana bax, həmən şey adam idin səndə. Özün özüvə gülürsən, keçmişivə gülürsən. İndi də sənin oyuncağın biraz başqadır da, həmən oyuncaqlarla başın qarışıb. Sən elə bir şeyə bağlan ki, gülməyəsən, elə bir şeyə bağlan ki, ona çatmaq mümkün olmasın, çatıb diyanasan, sönəsən. İnsan hamısı aşiq doğulub. İnsan yəni aşiq. Ne üçün gəlib dünyaya? Məşuqun tapmağa. Bu aşiq olan, başdan ayağa aşiq olan varlıq özünə uyğun məşuq tapmalıdır. Məşuq tapmalıdır. Özünə uyğun. O gün Şəhriyarın şeirini yazmışdım. Gözəl bir qəzəldir Şəhriyar yazıb. Nə gözəl yazıb. در وصل ز
در وصل هم ز عشق تو ای گل در آتشم. عاشق نمیشوی ki bibini çe mi keşem. Deyir ki, qovuşanda da sənə, ey gül, məşuquna deyir. Sənə qovuşanda da deyir, mən ateşin içindəyəm. Ateş sönmür. Sən də ki, sevmirsən ki, mənim kimi biləsən nə çəkirəm. Nə gözəl yazıb. Elə bir məşuq seç ki, vəsl olanda da yenə də ateş sönməsin. O da bir dənə Allahdır. Və Allaha bağlı adamlardır. Bəzi adamlar var, o ilə otursan yorulmursan. Bilirsiniz, ya, hər gün təzə cilvəsidir o haqqın. Hər gün təzə cilvəsidir, o adam səni yormur. Hər gün gördükcə gözün işıqlanır. Çünki bağlıdır o feyzin mənbəyinə. Hərdən an dəyişir deyə, yanında da olanda sən elə ondan elə bil ki, ayrısan və doymursan ondan. Sən elə bir şey istə ki, qovuşmaq olmasın ona. Qovuş, sonra yenə qovuş, sonra yenə qovuş. Qovuşma daim davam eləsin. Allah bilsin nə deyir Quranda? Tealav, tealav ərəbcə bilsin nədir? Biri dağın üstündə olanda, yuxarıda, çağıranda demir ki, iləyyə, demir gəb. Deyir, tealav, qalx bura. Allah da deyir, tealav, gəlin, qalxın, ilişib qalmayın. İlişib qalmayın. Sonsuzluğa tərəf gəl. İnsan belə bir varlıqdır. Bir dənə buna diqqət edin, bu bir irfani nöqtədir. Çox irfani bir nöqtədir, mən sadə dillə bəyan edeyim. Mələklər var, mələklər. Mələklərin hər biri bir mərtəbədə qalır. Bir mərtəbədə düz feyz alır, belə deyək, və bu şəkildə, yuxarı getmir. Bir mərtəbədə də amma feyzi bu şəkildədir, belə deyək. Mətinlərimizdə var, Quranda da, hədislərdə də var. Və minhum rukkə və minhum succəd. Bir onların bəzisi həmişə rükudadır, mələklərdən deyir. Rükü deyəndə bioloji rükü deyir, rükü mənəvi rükü halıdır. Bəziləri həmişə səcdədədir. Həmişə rükudadır, həmişə səcdədədir. Rükü ləzzətində olan səcdə ləzzətini heç vaxt bilməyəcək. Mələk ki, rükü ləzzətindədir, mənəvi rükudan danışıram. O ancaq rükü ləzzət alacaq, səcdə ləzzətini bilməyəcək. Səcdə ləzzətini bilən qiyam ləzzətini bilməyəcək. Siz bir dənə namazımızı təhlil eləyin. Namazda nə hallarda olur? Qiyam, rükü, səcdə, oturmaq, qud deyirlər. Bunlar hamısı nəyə göstərir? Bizim namazımız onu göstərir ki, biz hər tərəfli ləzzət ala bilirik. Mələklər üçün deyir, bəzisi rükudadır, bəzisi səcdədədir, bəzisi qiyamdadır. Yəni bir tərəflidir. Həmişə rükuda olan mələk səcdə ləzzətini bilməyəcək. Amma insan bir namazı onu göstərir ki, sənin ləzzətin hər tərəflidir. Nədən mümkündürsə sən ləzzət ala bilirsən. Ayaq üstəsən. Bir dənə namaz deyə, bu namazı açsaq belədir. O simvolikdir də, ayaq üstə, rükü, səcdə, təşəhhüd. Hamısı, yəni bir insanın bütün halları ləzzət hesablanır. Ləzzətin bütün növlərindən ala bilir. Ləzzətin bütün növlərindən ala bilir insan. İnsan belə bir varlıqdır. Hər ləzzət sənin üçündür. Dayanmaq yoxdur. Hər tərəfli ləzzətdir. Mərhələ gedirsən. Bir mərhələdə ölürsən, o birisində dirilirsən. Bir mərhələdə ölürsən, o birisində dirilirsən. Getdikcə mərifət, təzə mərifət, təzə mərifət. Dünyadan köçəndən sonra bir sinirlər, çağırırlar adamı, deyirlər, gəl bura, xoş gəlmirsən. Gəl görək, nə öyrəndin? 50 il yaşadın, nə öyrəndin? Filan maşının motoru filan. Bir indi maşın yoxdur burada, maraqsızdır orada. Yoxdur, olan şeylərdən danış. Yoxdur, hamısı qaldı orada, iqruşkalar, oyuncaqlar idi, qaldı. Filan şey, məsələn, filan şeydən sonra belə, çayı belə dəmləyərlər. Müdrik görürsən ki, 70 yaşda kişi danışır, bütün öyrəndiyi budur ki, çayı necə dəmləyərlər. Onu da biləyim, mən deyirəm, çayı da bil, yeməyi də bil. Deyirlər, 40 yaşlı adam yeməyindən başı çıxmasa ağlı yoxdur onun. Bilmir ki, nə olar, nə olmaz yiyir, onun ağlı yoxdur. Belə adamlar var da insanların içində. Amma bu deyil sənin nəhayət məqsədin. Çağırır səni, qəbirdə deyir, mən Rəbbuk. Bu suala cavab ver. Allahdan nə başa düşdün, Rəbbin kimdir? Allahdan danış mənə görüm. İnsanın bədəni qalır torpağın altında, insan özü ilə nə aparır? Agahlıq. Agahlıq aparır. Agahlıq aparır özü bir dastan sözdür. Mən sözləri biraz heyf eləyirəm bugün.
Çünki bunların üzərində dayanmayanda da bilər. Amma vaxt bizi, dünyada olmağımızın bir mənfi cəhəti də budur ki, vaxt bizi sıxır da. Gələk həyat və ölüm mövzusuna. Ölüm iki cürdür. Bir təbii, bir ixtiyari. Təbii ölüm nədir? İxtiyari nədir? Təbii nədir? Ölüm nədir? Ölüm yəni biz qopduq buradan, getdik başqa yerə. Elə çıxır da, elə deyil. Bədənimiz qaldı, qopduq da buradan. Hə? İxtiyari ölüm nədir? İxtiyari ölüm bu deməkdir ki, insan öləndə ki nələrdən qopur, nəfəs alalı o şeydən qopsun. Buna deyirlər, ixtiyari ölüm. Axırda nədən qopacaqsan, hər şeydən indidən qop. Buna ixtiyari ölüm deyirlər. Özün könüllü qop. Zorla qopmayacaqsan, könüllü qop. Ona görə deyir, mutu qəblə ən təmutu. Ölməmişdən qabaq ölün. Ölməmişdən qabaq ölün bu mənadadır ki, yəni sən hər şeydən ki ölüm səni qopardacaq, indidən qop, artıq sən hazırsan. Bir dənə biyoloji ölüm lazımdır ki, səni aparsın. Ona ki, ağrısız, quş kimi ruh uçur pərvaz edir. Çünki artıq qopub da. Bunu nədənsə dartıb qopartmır ölüm. Çünki bu dirikən artıq qopub. Can verəndə nələrdən ayrılacaqsan, onlardan qop. Sən üçün, bax, bir sözün nə mühüm olsun, can verəndə sənə nə mühüm olacaq, o şeylər indidən sən üçün mühüm olsun. Ölməmişdən qabaq ölün deyəndə əslində dirilün deyir. Çünki Quran buyurur ki, yuxricul hayyə minəl məyyit, dirini ölüdən çıxardır. Gözəldir, bunların hər biri bir dastan söhbətdir. Adam bağlılıqlardan qopanda nə olur? Bitirirəm söhbəti, şükür Allaha. Canınız qurtarır. Bağlılıqlardan qopanda adam nə olur? Adam boşluğa düşür. Bağlılıqdan qopdun, hara düşürsən? Boşluğa düşürsən, xeyr. Qayda deyim sizə. Bu qaydanı yadda saxlayın. Nədən qopdunsa ondan yaxşısı gəlir. Qopmaqdan qopmayın. Qopmaqla itirmirsən. Nədən aşağı şeydən qopduqsa yeri boş qalmır, artığı gəlir. Üstünü gəlir. İnsan belə əbədiyyət qazanır. İnsan üçün ölüm yoxdur. Kullu nəfsin ayənin incəliyinə bax. Zaiqatul maut. Zaiqatul bir sənə dadmaq. Ölümü sən yiyirsən, həzm edirsən. Ölümü öldürürsən. Ölümü nuşucan edirsən. Yəni ölümsüzlüyü qazanırsan. Sənin üçün ölüm yoxdur. Ölüm yoxdur. Sizə qurban olun, mənim əziz qardaş, bacılarım, bizim mövcud olduğumuz bu yerin adı bir üstünədir, dünya. Dünya bir üstünə deməkdir, alçaq deməkdir. Alçaq deməkdir, ən alçaq bir yerdir. Dünya, ərəbcə desək, ulya. Ulya alidir, dünya aşağıdır. Yaxud da belə deyək ki, dəni ali. Ali var, dəni var. Dəni dünyadır. Dünya dənidən yaranıb. Dünya ulya, yəni nə deməkdir bu alçaq? Bu təhqir mənasında deyir ki, dünyanı söyür edir, sənə alçaqsan. Yox, hep hepsi nə deməkdir? Fəlsəfi baxımdan belədir. Varlıq tənəzzül eləmir. Yaranır, gəlir. Axırda nə yarada bilər dünya? Ondan aşağı nəsə yarada bilməz da yox. Ondan sonra yoxluq gəlir. Ona görə buna deyirlər ki, aşağı yerdir. Yəni, vücuda gələ biləcək son dayanacaqdır. Ondan sonra nəsə xəlq oluna bilməz. Xəlq olunma artıq yoxluğa gəlib. Yoxluqla varlığın sərhəddinə deyirlər dünya. Nə qədər aləmlər yaranır, ən aşağısı dünyadır. Ona görə dünyadan aşağı heç nə yoxdur, amma yuxarı nə qədər desən var. Nə qədər sayırsan var. Yuxarı getdikcə var. Və bütün bu varlıq aləmi var ha, səndən başqa. Ha? Allaha getmək istəyəndə sənin qapıva gəlir hamısı. Digər biz apardı Allaha. Heyvan gəlir sənin qapıva, bitki gəlir sənin qapıva, hava. Bütün ki yaranır. Sən gəlmirsən, baxam hər şeyi aparasan ora. Gəlib özünü ilişirsən burada. Göydə mələklər gülür ki, bunun ağılsızlığına bax. Bu getmişdi ki, dartsın, yəni heç bir şeyin müstəqim birbaşa yolu yoxdur Allaha. Bilirsiniz? Hamısı insan vasitəsilə gedir Allaha. Bütün aləm insan vasitəsilə gəlir, hamısı Allah insandan iltimas edir ki, məni apardı Allaha. Biz gəlmişik hamını aparaq Allaha tərəf. Bitkidən yiyirik, heyvanlardan qidalanırıq. Bu elə belə deyil, heyvanı kəsik. Sən neysə, sən ona girirlər ki, heyvanı aparasan Allaha. O enerjiyə çevrilsin, ibadətə çevrilsin. Heyvan sənin vasitənlə Allaha tərəf gedir. Bitki sənin vasitənlə Allaha tərəf gedir. Sən gəlmirsən aparmağa, ilişirsən, qoşulursan, bunlara qalırsan. Bunlar da sən yediyin yemək şikayət edir ki, məni aparmalıydı, həbs elədi içində. Mən getməliydim Allaha, bunun vasitəsilə.
Adam hara qədər ucalır? Bunu deyim, bitirim. Hara qədər gedə bilirsən? Mən bu mənim üçün təzə bir kəşfdir. Bir İbn Sina yazıb bunu. Deyəsən mən bunu keçmişdə oxumuşdum, mən unutmuşdum bunu. Bu yaxında bir şey oldu, gördüm bunu. Bu mənim üçün yeni bir şeydir. İbn Sina yazır ki, insanlar üç dəstədir. Möminlər, yaxşı insanlar, ucalmaq istəyən insanlar. Bir, İnnəllâhe iştərâ minəl müminin ənfusəhum və əmvaləhum bi ənə ləhumul cənnə. Allah möminlərdən canlarını və mallarını alır cənnət qiymətinə. Bunlar cənnətdə otururlar. Bu aşağı dərəcəli. Ucalıqdan aşağı dərəcəli ucalıq. İkinci şəhid haqqında olan ayə. La təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvatən bəl əhyəun ində rabbihim yurzəqun. Allah yolunda öldürülənləri ölü zənn etməyin. Onlar diridirlər və Rəblərinin yanındadılar. Deyərsən bundan o yanası yoxdur, elə deyil. İbn Sina deyir, var. Allahın yanında olmaq var. İkinci ayədə şəhid haqqındadır, amma bu xüsusi şəhidlər haqqındadır. Və təkcə şəhidlər üçün deyil, hamı üçün bu yol açıqdır. O hansıdır? La təqulu limən yuqtəl fi səbilillah əmvat, bəl əhyəun və ləkin la təş'urun. Deyir ki, Allah yolunda öldürülənlərə ölü deməyin. Bəl əhyəun, onlar diridirlər, demir Allahın yanındadılar. Deyir, siz bilməzsiniz hardadılar. Yəni onlar Allahda itiblər, yanından da keçiblər. Allahdadılar, necə deyim, Allahda itiblər. Hardadır o, onu bilmək olmur, Allahdadır. Sən demə, bu indallah məqamından da yüksək məqam imiş. Sakratdan soruşdular tələbələri ki, siz indi dünyadan köçəndən sonra harada sizi dəfn eləyək? Dedi ki, tapa bilsəz məni dəfn eləyərsiniz. Yəni, mən yox olacam. Yox, o mənada yox. Yəni, elə bir yerə gedəcəm ki, o cismini nəzərdə tutmadı da həkimana cavab verdi. Dedi ki, mən elə bir yerə gedəcəm ki, Allaha bəllidir yerim. Mən itəcəm Allahda, qarışacam Allaha. İtəcəm birbaşa mənada yox ha. Yəni, o qədər uca bir məqamdır. Mən bunu nə üçün dedim? Yəni, demək istədiyim budur ki, insan bunun üçün xəlq olunub. Cənnət Allahda seyr eləməkdir, Allaha tamaşa eləməkdir. Və niyə sən yorulmursan bu tamaşada? Bir arif deyir, çünki hər baxışın haqqın yeni cilvəsidir. İki baxış təkrar olmayacaq, təsəvvür eləyin. Baxırsan bir cilvə, baxırsan bir cilvə deyir, iki dəfə eyni şey təkrar olsa yorularsan cənnətdə. Darıxarsan cənnətdə. Bir dənə də söz deyir ki, gördüyün hər bir şey istədiyindir, istədiyin hər bir şeyi görürsən orada. Bunu indi açmaq üçün gərək sözün əhli gəlsin, deyansın burada. Burada axı biz baxırıq, çox şey görürük də, bəzi istəmirik görməyə, amma görürük. Orada deyir, nəyə baxacaqsansa istədiyindir. Gördüyün şeyi istəyirsən, istədiyin şeydə nə ürəyindən keçsə göstərəcək. İndi nələr göstərəcək, Allah özü bilir, Allah bizi o yerə dəvət edir və ölüm dediyimiz bir şey həmin o qapının açarıdır.